Salam, hər birinizi xoş gördük. Lənkəran rayon Yuxarı Nüvədi kənd Mais Mirzəcanov adına tam orta ümumi təhsil məktəbinin radio qovşağı efirdədir. Aparıcınız mən 6A sinif şagirdi Qurbanlı Nurab. Mövzumuz Azərbaycan milli qəhrəmanı Rzayev Qasım və şəhid leytenant Rəhman Əcdərova həsr olunur. O adama müdrik deyirlər ki, vətəninin, torpağının, xalqının ağır və faciəli günlərində düzgün yol tuta bilir, el-obaya arxa durur. Çətin anlarda belə idrakla hərəkət edir, hər şeyi ağlın mühakiməsindən keçirir. Müdrik deyəndə 1-ci Qarabağ savaşında ərazilərimizi düşmən qüvvələrindən qoruyan, xalqı müharibə talanından qurtarmağa çalışan Tovuz torpağının yetirməsi, Qasım Rzayevin şücaəti, rəşadəti, düşmənin başına od eləməsi yada düşür. Onun adı Azərbaycanın müharibə tarixinə qızıl hərflərlə yazılmışdır. Qasım Qaraoğlu Rzayev 5 may 1970-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində dünyaya göz açmışdı. 1987-ci ildə orta məktəbi bitirdikdən sonra sürücülük ixtisasına yiyələnmişdir. 1988-ci ildə ordu sıralarına çağırılmışdı. Qasım Ukraynanın Nikopol şəhərindəki hərbi hissənin artilleriya bölməsində xidmət etmişdir. Nümunəvi xidmətinə görə hərbi hissənin komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılmış, valideynlərinin ünvanına razılıq məktubu göndərilmişdir. Qasım Rzayev 1990-cı ildə əskəri xidmətini başa vurub doğma kəndlərinə qayıtdı. Əlibəyli kəndi Ermənistanla hər sərhəddə yerləşdiyindən bura tez-tez erməni daşnakları tərəfindən atəşə məruz qalırdı. Bu da kənd sakinlərini narahat edirdi. Çox keçmədən sivil vəkillər vətənə bağlı olan Qasım Rzayev könüllülərdən ibarət özünü müdafiə dəstəsinə yazıldı. Düşmənə qarşı ağır döyüşlərə qatıldı. Söz verdi ki, faşist xislərli erməni quldurlarının dərsini verəcək. Onlar öz çirkin əməllərini reallaşdırmağa nail olmayacaqlar. Qasım milli ordumuzun ilk əskəri kimi Muncuqlu, Koxanəbi, Ağdam, Əlibəyli, Hacallı kəndlərinin müdafiəsində mərdliklə vuruşdu, şəxsi igidlik göstərdi. Qasım idarə etdiyi maşının mərmiyə atan qurğu quraşdıraraq döyüş səngərlərində düşmənin başına od ələyirdi. 1992-ci ilin əvvəlləri idi. Tovuz rayonunun sərhədləri boyunca gərgin vəziyyət yaranmışdı. Sadəcə üstün olan erməni yaradlıları torpaqlarımıza girməyə cəhd göstərsələr də, hər dəfə böyük itki verərək geri çəkilməyə məcbur oldular. Fevralın 11-də ermənilərin qan çanağı deyilən tərəfdən hücumu gözlənilirdi. Qasım bir dəstə döyüşçü ilə həmin yerə üst tutdu. Günortaya yaxın düşmənin həmləsi dəf olundu. 14 may 1992-ci ildə erməni quldurları ağır texnika ilə Tovuzun sərhəd kəndlərinə hücuma keçmişdi. Güllə yağışı altında qurğunu mərmi ilə doldurdu. Atəş nöqtəsini müəyyən edərək bir-birinin ardınca düşmən istiqamətində 20 raket atdı. Bir müddət ətrafı sakitçilik çökdü. Çox keçmədən ermənilər yenidən top atəşinə başladılar. Düşmən mərmilərindən bir düz maşının üstünə düşdü. Qasım Rzayev ömrünün 22-ci baharında əbədiyyətə qovuşdu. Son mənzili Əlibəyli kənd qəbristanlığı oldu. Dəfn mərasimində Azərbaycan əskərləri and içdilər ki, Qasımın qanı yerdə qalmayacaq. Onun qisası alınacaqdır. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Rzayev Qasım Qaraoğlu ölümündən sonra Azərbaycanın milli qəhrəmanı fəxri adına layiq görülmüşdü. Qəhrəman cəsur döyüşçünün adı əbədiləşdirilmiş, Hacallı kənd orta məktəbinə Qasım Rzayevin adı verilmişdir. Şəhid leytenant Rəhman Əcdərov 1997-ci il mayın 14-də Babək rayonunun Kalbaoruç Dizə kəndində anadan olub. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Azərbaycan ordusunun leytenantı olan Rəhman Əcdərov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan vətən müharibəsi zamanı Xocabəndin, Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəhman Əcdərov noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Rəhman Əcdarov ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsinə rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Rəhman Əcdarov ölümündən sonra Azərbaycan bayrağı ordeni ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Rəhman Əcdarov ölümündən sonra Xocavəndin azad olunmasına görə medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Rəhman Əcdarov ölümündən sonra Laçının azad olunmasına görə medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatları zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Rəhman Əcdarov ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edilib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcuna ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən ölümündən sonra Azərbaycan bayrağı ordeni ilə təltif edilib. Dəyərli radio dinləyicilərimiz, efirimize ayrılan zamanın sonuna gəldik. Növbəti efirlərdə görüşənədək. Sağ olun, salamat qalın.